Daşınmaz əmlakınıza dair texniki pasportun və ya torpaq sahəsinin plan ölçü sənədinin həqiqiliyini necə yoxlamaq olar? Bunun üçün hər hansı quruma müraciət etməyə ehtiyac yoxdur. Əmlak məsələləri Dövlət Xidmətinin təqdim etdiyi elektron xidmət vasitəsilə texniki pasportun və ya torpaq sahəsinin plan və ölçü sənədinin həqiqiliyini onlayn şəkildə yoxlamaq mümkündür. Bunun üçün elektron xidmətlər portalında yerləşən daşınmaz əmlaka dair texniki sənədin yoxlanılması xidmətinə daxil olmaq və sənədin qeydiyyat, eləcə də reyestr nömrəsini yazmaq kifayətdir. Sistem sənədin məlumatlarını ekranda əks etdirir. Burada hüquq sahibinin daşınmaz əmlakın məlumatları və texniki təsviri ilə tanış olması mümkündür. Bu elektron xidmət sənədin itməsi və ya yararsız hala düşməsi ilə bağlı problemləri, eləcə də sənədlərin saxtalaşdırılması və qanunsuz istifadə edilməsi hallarını tamamilə aradan qaldırır, sənədlərin etibarlı mənbədən yoxlanılmasına imkan yaradır. Elektron xidmətdən istifadə etməklə vaxtınıza qənaət edin və sənədlərinizi rahat şəkildə yoxlayın.